Çində dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev Pekində Çina Qlobal Television Network telekanalına müsahibə verib. Sfiraz xəbər verir ki, müsahibə zamanı prezidentin əyləşdiyi kreslonun yanında qoyulmuş masadakı çay, su və limon diqqət çəkib. Belə ki, dövlət başçısının istifadəsi üçün mineral suyun işğaldan azad edilmiş Kəlbəcər rayonunda istehsal edilən isti su brendinin seçilməsi, çayın armudu stəkanə süzülməsi, limonun isə bütöv halda qoyulması sosial şəbəkələrdə maraqla qarşılanıb. Bir çoxu bu seçimin simvolik mənalar ifadə etdiyini bildirib.